Əziz müdavimlər, söz verdiyim kimi conjunction mövzusunun ardını, ikinci hissəsini sizə yönəldirəm, izahata başlayırıq. Deməli, səbəb bildirən bağlayıcılara baxaq. Səbəb bildirən bağlayıcılar hamımızın tez-tez rast gəldiyi because, as, since, because of, due to, owing to ifadələridir. Bunlar sizlərin abituriyent vaxtından ən çox rastlaşdığınız because, since, as'dir və because of'dur. Amma due to-la owing to ifadəsi isə müdavimlərin rastlaşdığı bağlayıcılar silsiləsindəndir. Because, since, as. Bunların üçünün ortaq cəhətləri nədən ibarətdir? Özlərindən sonra mütləq mübtəda xəbər, yəni tam bir cümlə tələb edirlər. Amma because of, due to, owing to, on account of özündən sonra ya isim, ya əvəzlik və yaxud da ing-li bir söz tələb edir. Feil heç vaxt bunlardan sonra gəlməz. Bunlara aid nümunələr var. Bu nümunələri siz görürsünüz. We canceled the game because it rained. It rained. Subject verb uzlaşmasıdır. Mübtəda rained cümlənin feilidir. We canceled the game because of the rain. Because of'dan sonra isə cümlə deyil, sadəcə isim gəlir. Dediyimiz kimi because, since, as özündən sonra bütöv bir cümlə tələb edir. Cümlələrə rahat şəkildə dayandırıb video materialı baxa bilərsiniz. Əziz müdavimlər, magistrlər və abituriyentlər, siz iki mənanı özündə ehtiva edir. Zaman formalarından bildiyiniz kimi since konkret zamanlar, konkret ayların qarşısında işlənir, bitmiş zamanda və bir də çünki mənasında işlənir. Cümlənin əvvəlində gəlir, mübtəda xəbərin qarşısında gəlir. Because və because of ifadələrində izah etdik ki, because'dan sonra bütöv bir cümlə gəlir, amma because of'dan sonra isə noun, yəni hər hansı bir isim gəlir. Yenə də because, as haqqında geniş məlumatı verəcəm. Dərhal thus, bir də thereby ifadəsinə keçirik. Thus beləliklə buna görə deməkdir. Özündən əvvəl nöqtə virgül və virgüllə ayrılır. Bunu durğu işarələrindən ayıraraq test tapşırıqlarında tapmaq mümkündür. Thereby isə özündən sonra ing-li bir şey tələb edir. Bununla da mənasını özündə ehtiva edir. He excited your day thereby improving his health. Less müdavimlərin ən incə düşə biləcək və onları təhdid edə biləcək bağlayıcılarından biridir və hər zaman burada diqqətli olmalıdırlar. Tez-tez çaşmaq mümkündür. Ona görə diqqətinizi list bağlayıcısına cəlb edirəm. Özündən sonra modal feil şudu tələb edir. Mənası dilimizə qorxusundan, birdən, olmasın deyə kimi tərcümə edilir. Listdən sonra should üzəri feil işlənir. Listdən sonra bir daha deyirəm. Listdən sonra should və üzərinə gərək feil. Yəni should feil düsturundan istifadə edilir. Gəlin misallar üzərində bunu təhlil edək. Düzgün cümlə belə olmalıdır. We started early lest we should miss the train. Qatarı qaçırmayaq deyə tez yola düşdük. Gördüyünüz kimi qorxu ehtimalı var. Bu hadisə baş verməsin deyə deməli lest bağlayıcısından istifadə etdik. Özündən sonra should verb tələb etdi. Əgər cümlənin birinci hissəsini saxlayıb ikinci hissədə lest we shall miss desək, bu ifadə səhvdir. Shall deyil, bu zaman should olacaqdır. Buna da diqqət yetirin. Lest deməli nəyə bərabərdir? Mənaca. For, that, etməsin, olmasın deyə, qorxusu ilə kimi tərcümə olunur. Bu bağlayıcılar MİQ imtahanlarının, necə deyim, sevimlisidir. Əziz müdavimlər, diqqətli olun. Lest və for, that olan cümlədə heç vaxt inkar, not, never, nothing və s. inkar sözlərini heç biri işləmir. Çünki sözün özü artıq inkarlıq daşıyır. Bu bağlayıcılardan dərhal sonra gələn cümlədə feil ya should sadə feil formasında olmalıdır və yaxud da sadəcə feilin ilkin forması olur. Diqqət verin, ilkin forması deyirəm. Yəni subjunctive, yəni heç bir şəkilçi qəbul etmir. BR infinitiv formasında olur. Diqqətinizə bu misalı çəkirəm. Üçüncü şəxsdə he olsa belə feilin sonuna s artırılmır. Yəni burada uzlaşma məsələsi, şəxsə görə dəyişmə məsələsi mümkün deyil. Example. He ran fast lest he should miss the train. Qatarı qaçırmasın deyə sürətlə qaçdı.
He looked the door for, yəni that someone üçüncü şəxsin təkid bilirsiniz. Enter the room. Fikir verin, enters demirəm. Enter the room. Deməli, bir infinitiv oldu. Daha sonra ziddiyyət bildirən bağlayıcılardan also, though, even though, baxmayaraq ki, despite, in spite of, baxmayaraq, rəğmən, bunlar deməli, ziddiyyət bildirən bağlayıcılardır. Mənaları demək olar ki, eynidir. Bu dörtlük ən çox abituriyentlərə düşür və magistrlara düşür. Qrammatika tərcüməsində baxmayaraq ki, qrammatik tərcümələri bir-birinə yaxındırlar, amma o qədər də ehtiyac yoxdur. Sadəcə boşluqdan sonraya baxmaq kifayətdir. Amma tərcümə hər zaman öz işini deyir, ona görə tərcüməyə də diqqət yetirin. Although, though, even though, baxmayaraq ki, üçü də bir-birinə bərabərdir. Özündən sonra bütöv bir cümlə gəlməlidir. Boşluqdan sonra şəxs əvəzliyi, isim, üstəgələ fiil görürsünüzsə, dərhal bu zaman siz also, though, even though-nu seçirsiniz. Despite of isə, despite isə üzr istəyirəm, in spite of-a bərabərdir. Yeri gəlmişkən deyim ki, despite of-la işlənmir, bunu çaşdırmayın. Despite bərabərdir, in spite of-a baxmayaraq rəğmən deməkdir. Özündən sonra heç vaxt feil, yəni xəbər gəlməz, yalnız isim, əvəzlik və yaxud da ayıncili bir söz, yəni gerund işlənə bilər. Boşluqdan dərhal sonra feil yoxdursa, cümlə yarımçıqdırsa, bu qruplardan, yəni despite-dan, in spite of-dan birisini seçirsiniz. Because of kimi o da özündən sonra cümlə tələb eləmir. Buna da diqqət yetirirsiniz. Bu ziddiyyət bağlayıcıları haqqında bir istisnanı nəzərinizə çatdırmaq istəyirəm. Əgər testdə, əziz müdavimlər, dinləyənlər və izləyənlər, ziddiyyət bağlayıcılarını görürsünüzsə, ziddiyyət bağlayıcılarını bir daha sizə xatırladıram. Also, bunların fərqlərinə gəlin diqqətə fikir verək, müqayisə edək. Despite the fact that, in spite of the fact that, əgər despite-dan sonra the fact that, in spite of-dan sonra the fact that ifadələri gəlirsə, bunlardan sonra tam cümlə, yəni mübtəda və xəbər gəlməlidir. Yəni buna diqqət yetirin. Despite-la in spite of arasında fərqləri bir daha nəzərinizə çatdırıram, nümunələrə baxırsınız. Daha sonra unless. Unless abituriyent vaxtından da sizə bəllidir. Bildiyimiz kimi unless if notla bərabərdir. Biz inversiyalarda bunun haqqında məlumat vermişik. Mənası əgər masa, məsə, etməzsə, olmazsa bu kimi ifadələrdir. Bildiyimiz kimi unless şərt bağlayıcısıdır və daxili mənası inkardır. Daxili mənası inkar olduğuna görə olan cümlədə ikinci bir inkar söz işlənməz. Və unless digər şərt bağlayıcılarından if-dən, provided-dən, as long as-dən dərhal sonra gələn cümlədə gələcək zaman, yəni will, shall işlənməz. Buna fikir verin. Deməli, bunlarda olan cümlədə dərhal gələn cümlədə gələcək zaman olmaz. Nümunəyə baxırıq. Unless you study, you won't pass. Oxumasan keçə bilməyəcəksən. Unless you study, you will fail. If you don't study, əgər oxumasan mənasını verir. Soon as ifadələrini nəzərinizə çatdırıram. Bildiyiniz kimi son zaman zərfidir, gələcək zaman zərfidir. Onu əvəz eləyə bilərik. Shortly, tezliklə, az sonra, in a short time, qısa müddətə ifadəsini əvəz eləyə bilərik. Lakin as soon as bağlayıcı kimi işlənə bilər və bu zaman olan kimi, hadisə baş verən kimi mənasında tərcümə olunur. Onun sinonimi the, moment that və yaxud da ki directly kimi tərcümə edilir və sinonimi dediyim kimi the moment that as soon as-a bərabərdir, həm də directly də as soon as-a bərabərdir. Buna aid nümunələri görürsünüz. Daha sonra to, sifət to, üstəgələk verb düsturunu görürsünüz. Mənası o qədər ki, edə bilmir mənasında tərcümə olunur. He is too young to drive. Maşın sürmək üçün o çox cavandır. To ifadəsini yadınızdan çıxartmayın. Ortasında sifət gəlir və özündən sonra to'lu məsdər. Və bir də enough to özündən sonra feil tələb edir. To'lu məsdər mənası kifayət qədər deməkdir. She is old enough to vote. Səs vermək üçün kifayət qədər böyükdür, yaşlıdır, kifayət qədər yaşı vardır. But for ifadəsi. But for
Bunun mənası əgər olmasaydı deməkdir. Bizim bildiyimiz but, fanboysdakı butla bunu qatışdırmayın. But for your help göründüyü kimi özündən sonra cümlə tələb eləmədi və virgül gəldi. I would have failed. Sənin köməyin olmasaydı uğursuz olardım. Kimi ifadəni yadınızda saxlayın. But for-u butdan fərqləndirin. Daha sonra even so, all the same. Hər ikisi buna baxmayaraq yenə də deməkdir. Cümlə vermişəm. Bu cümlədə nümunələri görürsünüz. It was raining. Even so, we went out. It was raining all the same, we went out. Hər ikisi eyni mənanı daşıyır. Biraz öncə əvvəldə sizə demişdim ki, as haqqında bir daha geniş məna verəcəm. As'ın 3 mənasını diqqətinizi bir daha çəkirəm. As, while kimi tərcümə oluna bilər. Bu zaman keçmiş davam edici zamana uyğun gəlir. Because səbəb kimi işləndikdə də işlənə bilir və eyni zamanda kimi tərcümə olunur. As a teacher, müəllim kimi. As you know, sən bildiyin üçün. As göstəricisi kimi işlənəndə iki hadisə eyni anda baş verir. Eyni anda zaman baş verir. Yəni zamanın baş verməsi as-də eyni anda olur. Buna aid bir misal deyək. As I walked into the room, the phone started ringing. Mən otağa daxil olarkən telefon zəng çalmağa başladı. Yəni göründüyü kimi iki hadisə eyni anda zaman çərçivəsində baş verir. Gəlin as-i when ilə müqayisə edək. Çünki bunlar zaman və səbəb əlaqələri vardır. Bu iki bağlayıcı bəzən testlərdə so ilə qarışdırıla bilər. Çünki mənaca bir-birlərinə çox oxşayırlar. Amma bir balaca fərqli rollara malikdirlər. As çünki etdiyi, dığı üçün da kimi dilimizə tərcümə olunur. As bağlayıcısına testlərdə iki əsas rolu var. Səbəb bildirir, çünki, dığı üçün dediyimiz kimi bu mənada because və since bağlayıcılarının tam sinonimidir. Buna aid misalı görürsünüz. As because it was cold, we stayed indoors. Soyuq olduğu üçün evdə qaldıq. Amma test fərqinə baxın. As səbəbi evdə qalmağımızın səbəbini göstərir. So isə nəticəni göstərir. Deməli, as-la so arasında fərq odur ki, as səbəb, so isə nəticəni göstərir. It was cold, so we stayed indoors. Zaman bildirəndə da eyni anda baş verən hərəkətləri göstərir dedik. Bu mənada while-ın sinonimi olur. Nümunəni görürsünüz yoldaşlar. When anda, əndə, nə vaxt ki. When sırf zaman bağlayıcısıdır. Biz hərəkətin digərinin ardınca və ya dərhal o vaxt baş verdiyini göstərmək üçün when-dən istifadə edirik. When keçmiş zamanı, keçmiş davam edici zamandan bağlanır. Siz when-in zaman formasından hansı zamanları bağladığını bilirsiniz. Ən çox işləndiyi zaman, birləşdirdiyi zamanlar keçmişi keçmişlə, keçmişi keçmiş bitmişlə, keçmişi keçmiş davam edicindən və indikini gələcəklə bağlayır. As və when bunların bir balaca zaman funksiyasında, zaman zərfi kimi işləndikdə bir balaca fərqləri vardır. Mənim üstündə dayana biləcəyim yer budur. Əgər boşluqdan sonraki cümlə davam edici zamandadırsa, was və ing-dirsə, ora as və ya while qoyulur, when yazılmır, buna diqqət yetiririk. She fell as she was running. O qaçarkən yıxıldı. When zaman uzlaşması testlərində when-dən sonra adətən keçmiş sadə zaman, past simple, digər tərəflərdə isə keçmiş bitmiş zaman past perfect işlənir. Mən bunu qeyd elədim. When-li cümlədə present perfect olmur. Nümunəni görürsünüz. Yalnız bəzən istisna hallarda since when olarsa bu zaman bitmiş, indiki bitmiş zaman işlənə bilər. Biz when-in keçmişi, keçmişlə, keçmiş, bitmiş zamanla bağladıqlarını görürük. Yəni əvvəl yoldaş evə çatıb, sonra isə duş qəbul edib. When I got home, I had a bath kimi ifadələrdə yada saxlamaq üçün qaydanı bir daha deyirəm. As eyni vaxtda baş verir, bu zaman while mənasına yaxındır. When isə bir hadisədən sonra digər bir hadisə baş verir, hadisələr eyni zamanda olur. As-də, when-də isə hadisələr ardıcıl olur. Daha sonra as long as provided that bunlar şərt bildirirlər, nümunələri görürsünüz. Whereas while var, müqayisə üçün iki deməli cümləni verib müqayisəsini vermişəm, özündən əvvəl vergül tələb edir və
Müdavimlər üçün ən çox rast gəlinən, abituriyent vaxtından da sizə bəlli olan, abituriyentlərin də keçdiyi no sooner zan ifadəsidir. Yadınızda qalsın, no sooner dənlə işlənir, zəndən işlənir. Zən müqayisə dərəcəsi olduğuna görə sonda da er var, belə yadınızda saxlayın. Hardly, scarcely, when isə ar, ərməz, yenicə, mışdı kimi tərcümə olunur. Bunlar isə deməli, adətən bu bağlayıcılar venlə işlənirlər, buna fikir verin. No sooner hər zaman zən olur, ona aid nümunəni göstərəcəm sizə. Hardly, scarcely birlisi venlə işlənir. Sizin ən çox rastlaşdığınız invers və zaman uzlaşmasıdır. Əziz dinləyənlər və izləyənlər, bu ifadələr cümlənin önünə keçəndə sual cümləsi formasını yaradır, inversiya yaradır. Sual formasındakı kimi adətən past perfect, had üstəgələ verb 3 past simple-la uzlaşır. Nümunədə siz bunu görürsünüz. No sooner had, subject, verb gəlir, zən, keçmiş, sadə zaman. Hardly when, hardly dediyim kimi when-lə işlənir, yenə də inversiya olunmuş formasıdır. Hardly had, subject, verb formasıdır. Daha sonra when gəlir. Nəzərinizə çatdıracağım növbəti bağlayıcımız rather than-dir. Rather than drive, I would like rather than drive ifadəsini görürsünüz. As if, güya, conditionallar keçəndə bunları sizə izah etmişdim. As though, onlara aid misalı görürsünüz. Even if it rains, will go, yuxarıda da bunun haqqında məlumat vermişəm. İndi keçək in case-ə. Əziz dinləyənlər və izləyənlər, müdavimlər, abituriyentlər, magistrlar, in case-lə in case of-u qatışdırmayaq. In case təbisizlik bağlayıcıdır. Azərbaycan dilində ehtimalına qarşı olar deyə, ehtimalı var deyə kimi tərcümə olunur. Bir işi öncədən tədbir görmək məqsədi ilə etdiyimizi bildirir. Özündən sonra mütləq tam bütöv bir cümlə tələb edir. Yəni subject, verb, mübtəda xəbər tələb edir. Düstur, sxem, strukturu belədir. In case plus subject plus verbdir. Take an umbrella in case it rains. Yağış yağar deyə, yəni yağması ehtimalını nəzərə alaraq çətir götür. Bunları siz görürsünüz. In case bağlayıcılarının sonraki budaq cümlədə adətən gələcək zaman will işlədilmir. Bunun əvəzinə simple present, yəni sadə indiki zaman işlədilir. Take an umbrella in case it rains göründüyü kimi sadə zamandır. In case of isə bu yoldaşlar bağlayıcı deyil, bu sözünü birləşməsidir, yəni prepositionsdır. Azərbaycan dilində halında baş verərsə kimi tərcümə olunur. Özündən sonra cümlə yox, yalnız isim, ismi birləşmə və yaxud da gerund, ayıncılı bir söz tələb edir. In case of noun, pronoun, verb, ayıncı strukturu vardır. Ona aid də burada siz misalları görürsünüz. Və bir də once var. Once bir dəfə mənasında deyil, bağlayıcı kimi, olan kimi, yəni zaman zərfi kimi bir dəfə mənasında gedir. Once upon a time, once və s. Biz zamandan bunu bilirik. Amma bağlayıcı kimi, olan kimi, andan etibarən mənasında tərcümə olunur. Once you finish, you can go. Bitirən kimi, yəni işini bitirən kimi evə gedə bilərsən, harası gedə bilərsən. Bunu da diqqətlə izləyin. In as much as bu formaldır. Formalda ən çox istifadə edilir. Notwithstanding, bu da formalda istifadə edilir. Bunlar çox az istifadə edilən bağlayıcılardır, amma yenə də onları nəzərinizə çatdıraraq burada yazdırmışam. Video materialı saxlayıb yavaş şəkildə izləyə bilərsiniz, nümunələrə baxa bilərsiniz. Nəzərinizə çatdırım ki, water, weather, how'dır, weather'dır. Özündən sonra to'lu məstər tələb eləyir. Bu sözlərdən sonra to üstə gərək verb işlənir. I don't know what to do. I don't know where to stay, where to go. I don't know. Yaxud da ki, she doesn't know how to answer. To'lu məstərlər işlənir. Bunları görürsünüz. Bizim conjunction mövzumuz burada bitdi. Lakin mən sizin nəzərinizə itli ifadəni, müdavimlərin imtahanına az bir vaxt qaldığına görə bunu sizin nəzərinizə çatdırmaq istəyirəm. İtdən sonra to be-nin forması sifət, oflu ifadə və yaxud da şəxs, to'lu məstər gəlir. It was kind of you to help me. Mənə kömək etməyin çox alicənablıqdır, mehriban bir hərəkətdir. Bu it özündən sonra göründüyü kimi to be-nin forması sifət, sonra oflu ifadə, şəxs və to'lu məstər tələb etdi. Yox, əgər itdən sonra sifət deyil,
növbətinə fikir verin. Misallar özünüz baxarsınız. Itdən sonra to be-nin forması sifət deyil, isim gələrsə bu zaman zət strukturundan, yəni bu strukturdan istifadə edəcəksiniz. It was a dangerous pandemic that caused many deaths. Çoxlu ölümə səbəb olan təhlükəli pandemiya idi kimi tərcümə olunur. Mən daha sonra conjunction'ın, bütün conjunction'lar haqqında tərcümələri sizə lüğət şəklində vermişəm. Səbəb bildirənləri, güzəşt bildirənləri, şərt bildirənləri, zaman bildirənləri, müqayisə və ziddiyyət, nəticə bildirən, əlavə fikir bildirənlər və ən çox danışıqda istifadə edilən bağlayıcıları sizin nəzərinizə çatdırıb tərcümələrindən vermişəm. Magistr və işə qəbul üçün ən çox qiymətləndirilən bağlayıcıları və testlərdə düşən nadir istifadə edilən bağlayıcılar da öz əksini burada video materialda tapıb buyurub baxa bilərsiniz, faydalana bilərsiniz. Videonuzu bəyəndinizsə abunə olmağı və like atmağı unutmayın. Diqqətinizə görə minnətdarım. Sağ olun.